Qərbi Azərbaycanın Basarkeçər rayonu Nərmanlı kənd sakinləri Nərmanlı kənd məktəbinin yaranmasının 100-cü il dönümü münasibəti ilə bir araya toplandılar. Tədbirdə Qərbi Azərbaycan icmasının rəsmiləri, Nərmanlı kəndinin sakinləri, həmin məktəbdə fəaliyyət göstərən şəxslər iştirak ediblər. Biz hər birimiz əldə etdiyimiz bu uğurlara görə valideynlərimizlə yanaşı müəllimlərimizə borcluyuq. Nərmanlı kənd orta məktəbi adi bir məktəblərdən olmayıb. Bu günlərim 14 nəfər elmlər doktoru, akademik yetişdirən bir məktəb. 35 nəfər fəlsəfə doktoru yetişdirən bir məktəbdir. Nərmanlı məktəbi və Nərmanlı kəndi haqlı olaraq Göyçə mahalının akademiyası adlanır. Çünki bu kəndin bir çox fəaliyyətləri ilə yanaşı ən önəmli, ən qabaqcıl fəaliyyəti elm və sənət üzərində qurulubdur. Bu da ki, təbii ki, təhsilə əsaslanır. Bizim kəndimiz həqiqətən akademiya idi. Yəni, o kəndin məzunları çox böyük uğurlarla bütün respublikamızda, bəlkə də Türk dünyasında tanınanlardır. Xoşbəxtəm ki, o məktəbin həm şagirdi olmuşam, həm müəllim olmuşam. Fəxrlə deyə bilərəm ki, Nərmanlı yeganə kənd olub ki, o kənddən bəlkə də hər 3 nəfərdən biri, 4 nəfərdən biri tibb universitetinin məzunu olub. Kənddə 220 neçə nəfər bu dəqiqə həkim var. 220 neçə nəfər. Göyçə başdan ayağa hikmət, Göyçə başdan ayağa soraq idi. Göyçə bir dünyadır Nərmanlı uman. Burada bir vaxt yanardı neçə çırçıraq. İndi də o dağlarda qartalın səsi qalıbdır əzizim. Allah qoysa, qayıdarıq Göyçə mahalına. Göyçə mahalında yenə bizim o kəndi şenləndirərdik. Aşıq Fətullah salamat olsaq orada bir gözəl hava oxuyar. Qeyd edək ki, Nərmanlı kəndinin əvvəlki adı Hüseyn Qulağalı olub. 1924-cü ildə kənd Nərman Nərmanovun şərəfinə Nərmanlı adlandırılıb.